Əziz oxucular, Azərbaycanın milli qəhrəmanı fəxri adı ölkəmizin ən yüksək fəxri adlarından biridir. Bu ad 1992-ci il 25 mart tarixində təsis edilmişdir. Məqsəd Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və xalqın azadlığı uğrunda xüsusi qəhrəmanlıq göstərmiş şəxsləri mükafatlandırmaq idi. Bu fəxri ad əsasən vətən uğrunda döyüşlərdə böyük igidlik göstərən hərbçilərə və vətəndaşlara verilir. Azərbaycanın milli qəhrəmanı adına layiq görülən şəxslərə xüsusi medal və vəsiqə təqdim olunur. Bu mükafat onların vətənə göstərdiyi misilsiz xidmətin və qəhrəmanlığın yüksək qiymətləndirilməsi deməkdir. Azərbaycanın milli qəhrəmanı adı həm sağ olan şəxslərə, həm də ölümündən sonra verilə bilər. Bu ada layiq görülən insanlar xalqımızın yaddaşında qəhrəmanlıq və vətənpərvərlik nümunəsi kimi yaşayırlar. Bu fəxri ad Azərbaycan gəncləri üçün də böyük nümunədir. O, vətənə sevgi, cəsarət və fədakarlıq kimi dəyərləri təbliğ edir və gələcək nəsilləri ölkəyə sədaqətlə xidmət etməyə ruhlandırır.